Bavariyada U19 komandasında çox yəni gələcəyi böyük ulduzu var. Yəni onlar Hazırda Bayerdə U19-dadır. Pəncərəsi olmayan evdən tapıb gətirmişəm. Rotasiyalı alternativ oyunçu tapmaq çətindir. Hər adam öz sahəsində güclüdür, deyərdim. Salam, hər vaxtınız xeyir olsun. Topal podkastının növbəti buraxılışında xoş gördük. Bu gün dünyada transferlərə xərclənən katastrofik məbləğlər, Azərbaycan futbolunun Avropanın transfer bazarındakı yeri və digər məsələlər müzakirə olunacaq. Bu gün mənimlə həmsöhbət Həsən və xarici ölkələrdə illərdir fəaliyyət göstərən, hazırda isə İmişlidə Scout departamentinin rəhbəri Rəsul Allahverdiyevdir. Xoş gördük. Əvvəl mən də dəvətə görə sizə təşəkkür edirəm. Ümid edirəm ki, maraqlı veriliş alınacaq. Bəli, biz də ümid edirik. Rəsul bəy, siz artıq illərdir qeyd elədiyim kimi, məhz bu belə deyək də transfer bazarında bir azərbaycanlı kimi fəaliyyət göstərirsiniz. Bizə maraqlıdır. Ümumiyyətlə bir futbolçunun qabında nə olduğunu bilmək üçün, bir scout üçün onu nə qədər izləmək lazımdır? Yəni neçə müddət onun izləyib dəqiq belə deyək də sizə uyğun futbolçu olub olmadığını müəyyənləşdirmək olar. İzləmə metodları fərqlidir. Yəni, bu sualı mənim Moldovada bir televiziya verilişində də demişdilər. Onda sual belə idi ki, Şerif Futbol Klubunun skautu cavab vermişdi ki, bu suala onu biz aylarla izləyirik. Mən amma razılaşmamışdım. İndi də o fikirdəyəm ki, yəni oyunçulara görə bəzən oyunçular məsələn hansısa müəyyən meyarlarda ilk baxışdan fərqlənə bilir. Biz onu öz siyahımıza qoya bilirik. Bəzən onu həqiqətən də uzun müddət izləmək lazım olur. Məsələn, onun yaşınla bağlı, olduğu mühitlə bağlı araşdırmalar aparmaq məcburiyyəti yaranır. Bəzən onun adaptasiya problemləri olacaqmı, olmayacaqmı, onun hansı coğrafiyada gələcək karyerasının davam etdirilməsi nəzərdə tutulubsa, onunla bağlı araşdırmalar aparılır. Yəni bu müxtəlifdir. Ona görə bir mənalı bu suala cavab vermək olmaz. Konkret həmin meyarlar var. Həmin meyarları biz aydınlaşdırsaq ki, məncə verilişin qalan hissəsində bu scouting meyarları üzərindən keçəcək, onda yəqin ki, fikrim daha aydın olar. Sual da mən verim. Bu bir çox ölkədə işləmisiniz, fəaliyyət göstərmisiniz. Mənim maraqlıdır, yəni işlədiyiniz ölkələrin hansı sistemi sizi daha çox belə deyək də özünə cəlb edib və yaxud da aralarındakı fərq, Azərbaycanla o ölkələr arasındakı fərq? Mənim konkret birbaşa fəaliyyət göstərdiyim ölkələr sırasında Ukraynanı mən fərqləndirərdim. Olimpik Donetskdə scouting fəaliyyəti olub. Həmin dövrdə həqiqətən də biz ciddi komanda formalaşdırdıq. Roman Sancarın dönəmində Gelzin klubun prezidenti idi və gənc heyətlə, perspektivli oyunçularla və mövsüm sonunda da, sonrakı mərhələdə də yaxşı transfer gəlirlərinlə yaxşı keyfiyyətli iş ortaya qoyduq. Amma sual o kontekstdən baxsaq ki, mən scoutingi daha çox hardan öyrənmişəm? Avropadan, daha çox Avropanın biz praktikasını, təcrübəsini mənimsəməyə çalışmışıq. Çünki bu elə bir fəaliyyət növüdür ki, işlədiyiniz klubdan asılı olmayaraq, hələ mən bu yaxınlarda Afrikada yenə turnirdə scouting üçün getmişdim. Məsələn, həmin turnirdə Avropanın bir sıra ciddi klublarından mənim həmkarlarım da ora gəlmişdi. Gentdən, Osasuna'dan, Udinese'dən, hətta MLS-dən, Charlotte'dan və bir sıra başqa ciddi klublardan. Biz onlarla onsuz da öz informasiya, kommunikasiya şəbəkəmiz var. Yəni bütün yeniliklər orada yenilənir, aktiv şəkildə ünsiyyətdəyik və qarşılıqlı təcrübə mübadiləsi aparırıq. Yəni mən sualımı o istiqamətdə verəcəkdim ki, bir scout üçün yaxşı bir futbolçunu tapıb
hər hansı bir komandaya cəlb eləmək üçün, təklif eləmək üçün bu video görüntülərlə bu daha rahatdır, daha belə deyək də istədiyiniz effekti verə bilər, yoxsa məhz gedib onu elə belə deyək də araşdırmaq istədiyiniz ölkədə, oynadığı ölkədə canlı olaraq izləmək daha effektiv olar? Maraqlı sualdır. Scouting deməli 5 dənə əsas təmələ söykənir. Əvvəl onu deyim. Birincisi canlı izləmədir. Hər şeydən vacibdir. Canlı izləmədən sonra video analizdir. Ondan sonra statistikadır. Ondan sonra üçüncü amil statistikadır. Dördüncü amil onun psixoloji, mental performansını, potensialını aydınlaşdırmaqda, araşdırmaqda. Beşinci amildə tibbi, fiziki. Yəni zədə tarixçəsinə baxmaq, ondan sonra bəzən oyunçuların heç futbolla əlaqəli olmayan tibbi problemlər ola bilir, xroniki problemlər ola bilir və s. Bunların hamısını araşdıranda kompleks şəkildə oyunçunun skautinqi tamamlanmış sayılır ilkin mərhələdə. Sonra bunlar özü də çox şaxələrə ayrılır. Yəni bunu biz daha da geniş şaxələndiririk. Amma müasir skautinq daha da artıq belə deyim, süni intellektin də qoşulmağı, bundan əvvəl olan Hodl kimi, Y-Scout kimi proqramların da daha da təkmilləşdirilməsi ilə artıq biraz texnoloji fəaliyyət növü olub həm də. Amma insan amili, yəni sonuç etibarilə qərarı insanlar verir, seçimi insanlar verir. Scout bugünkü oyunçunu seçmir. Scout 6 ay sonraki, 1 il sonraki, 2 ay sonraki, 2 il sonraki oyunçunu seçir. Ona görə də çox məsuliyyətlidir. Biz transfer eləmirik, biz riskləri azaldırıq. Yəni bir klubun maliyyə risklərini alarkən qazanmağını təmin eləmək vacibdir. Yəni bunlar çox elementar və üzərində həssas iş aparılan mövzulardır ki, mütləq oyunçuları alarkən elə almaq lazımdır ki, onlar gələcəkdə kluba həm idman nəticələri baxımından, həm də maliyyə rentabeli baxımından faydalı olsun. Mən elə gəlir ki, mənim bu sualıma sizdən daha belə deyək də dolğun cavab verəcək mütəxəssis, belə bir skautdan daha dolğun cavab verəcək bu suala mütəxəssis olmaz mənim fikrimcə. Bu işin içindəsiz. Sizin işiniz oyunçuları mövqelərinə görə seçmək və həm o mövqeyə görə klubları təklif eləmək. Qeyd elədiyim kimi, bəs bu illər ərzində hansı mövqeyə oyunçu tapmaq daha çətin görünüb sizə görə ki, məsəl üçün ola bilər ki, forward qismində və yaxud da wingerə daha asan tapılır, amma müdafiənin hər hansı bir mövqeyinə daha çətindir hazırda tapmaq. Yəni elə bir seçim varmı ki, çətinlik çəkir bəzən skautda? Sizin sualınıza belə cavab verim. İndi konkret mövqelərə oyunçu tapmaq çətin deyil. Hücumçu da tapmaq çətin deyil, winger də tapmaq çətin deyil, mərkəz müdafiəçisi tapmaq çətin deyil. İndi rotasiyalı alternativ oyunçu tapmaq çətindir. İndi bütün əsas məsələn mən öz işimdə, eləcə də məsələn bu sahədə peşəkar tanıdığım həmkarların üstünlük verdiyi prioritet odur ki, bir oyunçu 3-4 mövqedə oynaya bilsin bərabər səviyyədə. Çünki bu məşqçinin əlinə rotasiya imkanları verir. Oyun gedə-gedə rotasiya imkanları verir. Çempionat gedə-gedə, yarış gedə-gedə rotasiya imkanları verir. Çünki sən bir hücumçu tapa bilərsən. O yaxşı hücumçu olar. Sabah futbolun zədə tərəfi var. Futbolun müəyyən psixoloji yeni tərəfləri var. Yəni tutaq ki, hücumçu qolsuzluq sindromuna yaxalana bilir və bir müddət sonra o istədiyin keyfiyyəti verə bilmir. Yəni əgər sənin wingerində alternativ pozisiyası hücumçudursa, sən onu istədiyin vaxt həm oyunun gedişində, həm zədə amilləri baş verəndə, həm digər futboldan kənar amillər ya futbolun özünün amilləri sənə təsir göstərəndə sən o rotasiyaları eləyə bilirsən. Bugün rotasiyalı oyuncu tapmaq, universal oyuncu tapmaq çətindir. Amma konkret olaraq fərdi hər oyunçunu tapmaq olar. Biz azarkeş olaraq baxanda istər yerli çempionat, istər dünya əsas belə deyək, Avropada top 5 çempionatlarda bəzi transferlər bizə anlaşılmaz gəlir. Və azarkeşlər ən çox belə müzakirə edir ki, bu agentlərə görədir. Agentə görə transfer olunur və yaxud da agentlərin belə deyək, marketinq siyasətinə görə. Mən bu maraqlıdır ki, yəni sizcə
klub hansısa bir klub agentə görə transfer edə bilərmi və yaxud da skautla agent arasında fikir ayrılıqları yarana bilirmi? Mən deyərdim ki, bu sistemsizliklə bağlıdır. Səbəb məsələn bu günə qədər olan müşahidələrimdən deyim, Azərbaycanda futbol klublarının fəaliyyətində təəssüf hissi ilə qeyd edirəm ki, mən təxmini belə bir obrazlı səhnə tutaq ki, biz bu gün verilişə hazırlaşırıq. Verilişdən əvvəl deyirik ki, Rəsul qonaqdır. Aparıcı yoldaşlardır. Məsələn, Həsən də aparıcılardan biridir. Hər şey qəşəng kağız üzərində planlaşdırırıq, sistemləyirik. Kamera deyiləndə mən baxıram ki, mən kameranın arxasında dayanmışam, verilişi çəkirəm. Həsən oturub mənim yerimdə suallara cavab verir. Və bu qarışıqlıq olur. Xaos yaranır. Bu xaos da nəyə yaranır? Çünki oyuncu almaq, oyuncu gətirmək, sonra o gətirdiyin oyunçunu izləmək, bu biraz həvəs yaradan mövzudur. Biraz azartı var bu işin. Azartı olduğuna görə hər kəs buna qoşulmaq istəyir. İstəyir ki, buradan bunu eləsin və düz eləsin və o düzdən də zövq alsın. Və nəticə etibarilə səhvlər buradan doğur. Həmişə insanları səhvlərə, elə idarəçiləri də yönləndirən onun peşəkarlıq prinsiplərini azarta, həvəsə, emosiyalara qurban vermək olur. Burada da biz emosiyalara çox şey qurban veririk və Azərbaycanda hal-hazırda skauting baxımından sistemlər belə deyim, yeni qurulmağa başlayır və görürük bunun nəticələrini də. Bunun nəticələrini görürük, deyərdim ki, Sabahda, Sabah futbol klubunda. İndi siz sual verə bilərsiniz ki, niyə Qarabağda yox Sabahda? Qarabağ çünki idman nəticələrinin verdiyi dəstəklə stimullaşdırmanla oyuncuların transfer edir. İdman nəticələri çox yüksəkdir və oynadığı liqalar elitdir. Çempionlar Liqasında çıxış edir, əlbəttə sən oradan oyuncular satacaqsan. Ondan sonra indi məsələn Avroliqada yaxşı mərhələlərə qədər çıxış edir, əlbəttə sən oradan oyuncu satacaqsan. Əgər sən məsələn bu Sonta Maluda transferi Bazelə Maluda transferi Sabahın ondan əvvəl Zirədə bir Moldeyə gedən oyunçunun adını bax bunlar yaxşı skauting fəaliyyəti nəticəsidir. İndi bilmirəm sistemli yoxsa sistemsiz Zirədə də yeni yaranıb bu departament. Yəni ola bilər ki, bəzən də təsadüflər də səni yaxşı nəticəyə aparır. Təsadüf nəticəsində yaxşı iş görmüş ola bilirsən. Amma mən bilirəm ki, Sabahda bu sistem çoxdan qurulub, çoxdan bunun üstünə, hətta orada Ukraynalı mütəxəssislərin işlədiyini də bilirəm. Qarabağda da müəyyən qədər mən deyərdim ki, bu ölkədə futbolçu gözü, futbolçu baxışı yaxşı olan mütəxəssislərin ora dəstəyi var idi. İndi yığma komandalarda işləyir səfərlərimizə. Bəxtiyar Musayev, mən onun seçimlərini çox bəyənirəm məsələn oyuncularla bağlı, amma futbolçu kimi də yaxşı futbolçu kimi də yaxşı futbolçu olub, seçimləri gözəldir, amma nə qədər skauting baxımından onu hər tərəfli seçir, elmi analitik seçir, akademik seçir, o barədə biz bir yerdə işləmədiyimizə görə bilmirəm, amma düşünürəm ki, məsələn onun bir dövr Qarabağa köməyi də nəticələr verdi. Yəni ümumi problemlər Azərbaycanda çoxdur. Agentlərlə iş, oyunçuların cəlb olunması, oyunçuların hansı prioritetlərlə götürülərək cəlb olunduğunun bilinməməsi və s. və s. Yəni problemləri saydıqca qurtarmaz. Siz elə Qarabağdan, Sabahdan söz açdınız, Maludan misal çəkdiniz. Maludan da öncə Qarabağdan Kamilo Duran Celticə getdi və belə deyək, Azərbaycan futbolu üçün rekord məbləğdə transfer olundu. Ümumiyyətlə Kamilo Duran, ondan qabaq Vadij məsələsi var idi, Saint-Etienne getmişdi və sonra Zirəni qeyd elədiniz. Maluda buradan Kadini satıb. Bəli, son illər ərzində, 2-3 il ərzində Azərbaycan belə deyək, demək olarmı ki, Azərbaycan artıq futbol bazarına daxil olmağa başlayıb. Yəni bu son canlanmalar bizə nə ümid verir? Yəni bizdən Azərbaycan artıq belə deyək, Avropanın aparıcı klubları üçün bir bazara çevrilə bilərmi yaxın illər ərzində?
burada Qarabağın göstərdiyi nəticələr, Avropa arenasında gördüyü işlərin böyük rolu var. Bu stimullaşdırmadır, bu yolu açır. Amma bu işin düzgün şəkildə planlaşdırılmış formada inkişafında zirədən İsveç liqasına gedən oyunçunun rolu daha böyükdür. Yəni bugün Sabahdan Bazelə gedən oyunçunun rolu daha böyükdür. Hələ onu Avropa liqalarında izləmədən deməli bu nəyin göstəricisidir? Azərbaycan Premyer Liqasında oyunçunu izləyiblər, ya onu təqdim eləyiblər, ya da təqdimatsız kənardan skautların radarına düşüb bu oyuncu və onu cəlb eləyiblər. Bunlar yaxşı tendensiyalardır. Yəni bizə ümid verən tendensiyalardır. Onsuz da Çempionlar Liqasında oynamaq bəli o qapını açır. Ya Avropa Liqanın qrup mərhələsində oynamaq o qapını açır, sənin oyunçuların çıxır bir arenaya. Amma ölkə futbolunun ümumiyyətlə bir bazara çevrilməsi yenə də planlı skauting fəaliyyətindən mümkün olan şeylərdir və digər klubların ölkə xaricinə yerli və xarici oyunçu göndərməyindən asılıdır. İndi hər işin öz peşəkarı var. Amma məsəl üçün indi sizin keçmişdə bir jurnalist fəaliyyətiniz olub bildiyim qədərilə. Bizdə jurnalistikada məsələn xəbər seçimi, xəbər duyumu çox vacibdir. Yəni istənilən bir jurnalist məsəl üçün baxanda bilməlidir ki, bundan çox yaxşı xəbər çıxar. Scout da deyil, scout da izləyir oyunçunu məsəl üçün bilir ki, hə bu mövqedə yəni bu bunu heç vaxt yanıltmaz. Yaxşı oyunçudur və sonra təklif edir. Bir anlıq yəni adamda belə təəssürat yaranır ki, scout belə deyək, klublara təklif etdiyi oyunçular bir şey ki, sonradan o kluba cəlb olunursa, o klubda öz bir yerini qoruyur, saxlayırsa, oynayırsa, meydana çıxırsa, o scout eyni zamanda çox yaxşı məşqçi də ola bilər. Yəni scoutdan yaxşı məşqçi çıxmaq ehtimalı daha çoxdur. Siz necə düşünürsünüz? Yəni bəs məşqçi necə? Hər məşqçi scout ola bilər? Scout məşqçi ola bilər, məşqçi də scout ola bilər. Amma ikisi də hansında daha yaxşı ola bilər? O çətin sualdır. Bunlar ayrı-ayrı profillərdir, onu əvvəlcədən deyim. Bax, məsələn, deyirlər ki, bu yaxşı futbolçu olub, yaxşı məşqçi. Futbolçuluq və məşqçilik ayrı profillərdir. Bəli. Eləcə də scout sənəti məşqçilikdən ayrı profildir. Çünki yaxşı məşqçi ola bilər ki, məsələn, məşqçilərin özünün də yönləri birisi də fərqlənir. Məşqçi var ki, məsələn, yaxşı məşq verir, oyuna yaxşı hazırlaşır, analitikanı düz aparır, amma digər ki, oyunu oxuya bilmir. Bəli. 90 dəqiqə ərzində qıraqda durur, amma baş verən hadisələri oxuya bilmir. B planı olmur. Hə də yəni bir dənə amil dedim. Eləsi də var ki, məsələn, o da yaxşıdır, o birislər də yaxşıdır, amma oyunçularla ünsiyyətdə, kommunikasiyada problemləri var. Yəni də neqativ təsir bağışlayır və oyunçu o komanda formalaşa bilmir. Hə, skauting elə bir məsələdir ki, skaut yenə bax bayaq dedim, fərq nədir? Skaut gələcəyin futbolçusunu tapır. Yəni biraz gələcəkdən xəbər verir. Elə deyim də. 3 ay sonradan, 6 ay sonradan biz qiymətləndirmə aparanda öz rəyimizdə yazırıq ki, tutaq ki, bu 6 ay sonra əsas heyətin oyunçusu ola bilər. Mövsümün sonunda da biz bunu filan coğrafiyaya sata bilərik. Bunu biz ehtimal proqnozunu verə bilirik. Və bizim proqnozumuza niyə görə istinad olun? Çünki biz bunun mütəxəssisiyik. Biz bunu daha rahat aydınlaşdıra bilirik. İndi Azərbaycanda da bax klublar, eləcə də məşqçilər yaxşı olar ki, bizim pro lisenziyalı artıq yüksək səviyyədə işləyən məşqçilərin də skauting barədə ayrıca bir seminarlara mı deyim cəlb olunsun, ya da bunlar maariflənməlidirlər də bu məşqçilər ki, yəni skautdan onlar kömək ala bilərlər, dəstək ala bilərlər. Yəni düzgün skautinglə məşqçinin başı rahat olar, işi rahat olar, riskləri oyunçu cəlb eləyəndə hər məşqçi istəyir ki, oyunçulardan maksimum nəticə alsın. Riski azalar. Təkcə yəni kluba faydalı deyil də. Biz oyunçunu götürürük, idman nəticələri üçün götürürük birinci növbədə. Paralel olaraq da kluba faydalılığı nəzərə alınır. Bunu əlbəttə sən peşəkarlara verəndə riskin aşağı olacaq. Yəni hər
adam öz sahəsində güclüdür deyərdim. Amma bəli, skautdan yaxşı məşqçi də ola bilər. Biz dünya futbol təcrübəsində də görürük ki, məsələn, skautinqlə məşğul olub, ondan sonra məşqçi işləyib, idman direktoru işləyib, nə bilim, fərqli sahələrdə xidmət etmiş futbol adamları var. Bir şey soruşum. Biz bu yaxınlarda oxuduq ki, Avropa hansısa klubunda, belə deyim, skaut komandasına futbol meneceri oyunundan tanıdıqları bir nəfəri cəlb eləyiblər. Yəni orada baxıblar, onun seçdiyi oyunçuları falan. Azərbaycanda, yəni daha çox gənclərdən kiminsə bu yöndə istedadı varsa, bacarığı varsa, ona belə deyək, tövsiyə xarakterli, yəni hansı yolu izləsin, necə bir məsəl üçün adam var ki, ondan yaxşı məşqçi çıxmaz, gəncdir, futbolla maraqlanır, amma ola bilər çox yaxşı oyunçu seçə bilər. Cavanlarla, mənim dostlarım var ki, cavan oyunçuları daha çox izləyirlər. O gənc çempionatları izləyirlər. Məsələn, onları hansısa bir yol tövsiyəsi falan verə bilərsiniz? Bu bilirsiniz bir elmdir. Tövsiyə maariflənsinlər. Amma onların içərisində yenə də istedad onları ayıracaq. Yəni bu biraz da istedadla bağlı bir şeydir. Onlar 5 dənə mən bu skautinqlə bağlı belə deyim də maariflənmə mərhələsinə çox 2009-cu ildən başlamışam. İndi Azərbaycanda Tarkan Batgün dəvət eləmişdilər, burada gəldi, seminar verdi. O Tarkan Batgünlə biz 2009-dan kursiyerik. Yəni paralel işdir. O da böyük işlər görür. Həmin dövrdən bu günə qədər mən saysız hesabsız bizlə bu yola çıxan yoldaşlar görmüşəm ki, onlarda bu alınmayıb. Çox yaxşı oxuyublar, çox yaxşı araşdırıblar, çox yaxşı öyrəniblər, amma onlarda bu alınmayıb da. Bu biraz bunu yenə də bəli, istedadlar ayıracaq. Çünki orada çoxlu meyarlar var. Həmin o meyarlar üzrə ciddi araşdırmaq, təhlil etmək lazımdır, hiss etmək lazımdır. Yəni oyunçunun keyfiyyəti hisslə bağlıdır biraz da. Yəni sadəcə baxın, mən sizə bir dənə belə bir şey deyim də, yəni indi müasir skautinqdə oyunçu statistika ilə də seçilmir artıq, təsəvvür edin ki. Kontekstlə seçilir. Yəni tutaq ki 30 dənə oyunda 20 qol vurmuş, 2 dənə eyni tipdə, eyni yaşda, eyni performansda hücumçu. Bunun ikisi də 30 oyunda 20 qol vurubdu. Amma birinin XG-si 12-dir, birinin XG-si 30-dur. Sual olunur, bunun hansını seçərsən? Kontekst, artıq burada statistikadan çıxdıq. Statistika bizə heç nə demədi. Biz artıq kontekstə getdik. Yəni artıq kontekst onu aydınlar. Hətta onu elə olur ki, bunların o kontekstində o XG-lər də bir-birinə yaxın olur. İndi gəl hiss elə ki, bunun hansı oyuncu sənin komandana daha faydalı olacaqdır. Buna artıq biraz da istedad. Zaman bizim Azərbaycan futbolunda məsəl üçün istedadlı hesab elədiyimiz oyunçular olur. İsti klub səviyyəsində milliyə dəvət olurlar və oyunçulardan gözləntilərimiz çox olur. Və bir qədər belə deyək, Azərbaycan futbolu nə istəyir? Azərbaycan futbolu istəyir ki, belə milli səviyyəsində olmasa belə, oyunçuları heç olmasa Avropada gəlib hər hansı bir normal ortabab klubda oynasın və onun belə deyək, o futbol uğurlarına sevinsinlər, bununla fəxr eləsinlər, azarkeşlik eləsinlər. Lakin zaman keçdikcə təəssüflər olsun ki, görürük ki, yəni bir azarkeş kimi ümid bəslədiyimiz, çox gələcəyinə inandığımız, ondan daha çox xəyal qurduğumuz o oyunçunun gələcəyi heç nə olur da, belə deyək də, ya qalır Azərbaycan Premyer Liqasında oynayır, yenə davam edir və yaxud da gedir hər hansı bir Azərbaycan Premyer Liqası səviyyəsində digər ölkələrin çempionatlarında belə deyək, top qovur, sonra gələcək taleyin necə olduğu da naməlum şəkildə elə bitir gedir. Yəni bizim futbolçulara belə də gələcəyinə ümid bəslədiyimiz bu futbolçulara, onların gəlib xaricdə normal klublarda, Avropanın, demirəm top 5 liqalarında, ortabab klublarında çıxış eləməsinə, tutaq ya Kamil Duran bu yaxınlarda Celtic. Celtic bazı səviyyəsində klublarda gəlib çıxış eləməsinə nə mane olur? Bizimkinin istedadı azdır, xarakter söhbətidir, yoxsa onun belə deyək də menecerin burada səriştəsizdir? Mən son 2-3 ildə bunun üstündə çox baş sındırdım. Əmək verməyə çalışdım. Öz-özümə də biraz belə nətər deyim, milli damarımız
bizi sövq elədi ki, niyə görə məsələn tutaq Michel Embololar Metsdə oynaya bilir, nə bilim, Sidi Banelər Lansda oynaya bilir. Mənim özümün tapdığım oyunçuların adını çəkirəm. Yəni Metsdə Lansa qədər, ondan sonra Toulouse-ya, Udinese-ya, Bayerdə hal-hazırda, Bavariyada U19 komandasında çox yəni gələcəyi böyük ulduzu var. Yəni onda hazırda Bayerdə U19-dadır. Pəncərəsi olmayan evdən tapıb gətirmişəm. Afrikada. Yəni biz fikirləşdik ki, biz bunları tapırıq, gətiririk. Niyə görə yerli öz övladlarımıza eləməyək də bunları? Mən getdim, U19-un oyunlarını izlədim. Bir mövsüm izlədim. Ondan sonra əvəzedici heyətlərin yarışını izlədim. Yaxşı da heyət qurduq. Yəni bəzi hal-hazırda bizlə bir yerdə işləyən Rövşən Babayev var, imişli futbol klubunda koordinator işləyir. Həmin dövrdə Sabahda işləyirdi. O da sağ olsun dəstək verdi. Onun kimi başqa yoldaşlar da dəstək verdi. Yönləndirdilər istedadlı uşaqları ki, biz onlara kömək eləyə bilək də. Orada problem nə oldu? Valideyn amili. Valideyn amili. Çünki Azərbaycanda hələ ki, bax, valideynlərin özü üçün bir maarifləndirmə lazımdır ayrıca ki, sənin övladının peşəkar futbol karyerasından peşəkarlar məşğul olmalıdır da. Yəni bir həddən sonra mütləqdir bu. Çünki mənim hal-hazırda bax Qabon milli komandasının əsas heyətinin 7 üzvünü biz yenə tapmışıq. Ondan sonra Tacikistan milli komandasında oyunçularımız oynayır. Malawi milli komandasının heyətində, əsas heyətində oyunçularımız var. Və s. və ilaxır. Çoxdur. Ekvatorial Qvineya saya bilərəm. Ona yaxın milli komandada oyunçular var. Bunlardan da daha istedadlı oyunçular olub ki, onları biz düz yönləndirmişik. Bir yerdən sonra valideyn müdaxilələrlə itiblər. Həmin oyunçular. Bəli, bu hər yerdə belədir. Bu təkcə Azərbaycanda deyil. Bu Tacikin də valideyni ona müdaxilə eləyəndə o itir. Eləcə də Malavinin də Azərbaycanın. Çox istəyən azdan da olar. Çünki bizdə yəni valideynlər hər işə qarışmaq istəyirlər. Hər işə qarışırlar. Ondan sonra yəni bizdə də məsələn o kriteriyaların içərisində mən sizə oxuyum ki, bax texniki analizə baxırıq, fiziki analizə baxırıq, taktiki analizə baxırıq və mental xarakter analizi aparırıq. Bunu təkcə biz aparmırıq. Bunu həmin o gəncləri cəlb edən klublar da aparır. Onların öz scouting departamenti də aparır bizim verdiyimiz raportdan. Orada nə deyir? Oyunçunun liderliyi ayrı dəyərləndirilməlidir, aqressiya nəzarət ayrı dəyərləndirilməlidir, konsentrasiya ayrı dəyərləndirilməlidir, səhvdən reaksiya, iş etikası, mübarizə ruhu, komanda davranışı, təzyiq altında qərar vermə və s. Bu təzyiq altında qərar vermə sadəcə oyuna aid olan məsələ deyil, sosial məsələdir həm də. Və bunları indi təsəvvür edin ki, o öz övladını kənardan belə stimullaşdıran, alqışlayan o tipik Azərbaycanlı valideyni gözün qabağına gətir. Və bir də bu kriteriyalarla o nə qədər tanışdır, nə qədər bunları bilir, nə qədər bu istiqamətdə öz övladını yönləndirə bilir. Mən çox təəssüf edirəm, bir dənə də Azərbaycanlı uşağı biz ölkə xaricinə heç bir kluba göndərə bilmədik. Çünki ümumiyyətlə bu prosesi biz başlada bilmədik. Anlaşa bilmədik heç kimlə. Buna da mane olan sizin qeyd elədiyiniz o əsas kriteriya. Ancaq valideynin kriteriyaları gəldilər, danışdılar. Aydın oldu ki, çox şeyi bizdən də yaxşı bilirlər. Çox şeydə bizdən də ustadılar. Biz də hamıya hörmət edirik. Hamı üçün öz övladı hər kəsdən əzizdir. O da bizim mentalitetimizdir. Nə edə bilərik? Mən deməli sualım iki hissəlidir əslində. Bu gün beynəlxalq arenada futbol klubları, istər top klublar, istər orta səviyyəli klublar Afrikalı oyunçulara daha çox maraq göstərir. Son illər belə bir tendensiya var. Bunun bir xüsusi səbəbləri maraqlıdır. Niyə Afrikalı oyunçulara? Bir də
siz dediniz o pəncərəsiz evdən tapdığımız oyunçu indi Bavariyanın 19 komandasında oynayır. Eyni zamanda o tip həyat tərzlərində, xüsusən də daha çox Afrikada olur. Bu dediyiniz mental hazırlıq və yaxud da aqressiyanın idarə olunması, situasiyanın idarə olunması, o həyat şəraitində yaşayan insanlar üçün bunu necə dəyərləndirə bilirsiniz? Məsəl üçün ki, o həyat şəraitində çünki aqressiyanın idarə olunması və s. çox çətindir. Maraqlı sualdır. Təşəkkür edirəm. Deməli, birinci sualın cavabı ikinci nə əlaqəlidir? Afrikalı oyunçular niyə görə məsələn daha ön planda olurlar atletik cəhətdən, ondan sonra nə bilim inkişaf baxımından. Xüsusilə də bax biz nəyə diqqət yetiririk? Afrikada çoxlu yaş saxtalaşdırmaları var. O yaş saxtalaşdırmalarından yayınmağa çalışırıq. İndi bunun da artıq bioloji testləri var. Onunla aydınlaşdırmağa çalışırıq ki, biz birincisi gözlə aydınlaşdırmağa çalışırsan ki, bu oyunçu məsələn tutaq həqiqətən də bu yaşdadır. Gözlə? Birinci, yəni Baxış mümkün qədər də, yəni mümkün qədər gözlə aydınlaşdırmaq, mümkün olmadığı hissələrində artıq bioloji testlərlə aydınlaşdırma olur. Əgər yaş saxtalaşdırılması baş verməmiş oyunçudursa da onda bir mənalı inkişaf olacaq. Niyə görə? Çünki Afrikalıların çox ciddi disiplin fərqi var. Digər qitənin oyunçularından, hətta mən deyərdim Braziliyalılardan da, Argentinalılardan da. Niyə görə? Çünki bunlar, məsələn, mən Afrikada dəfələrlə olmuşam, Afrikada siqaret çəkən adam nadir. Siqaret demək olar belə də adi siqaretlər satılır da, yəni tapmaq olmur. Siqaret çəkən adamlar nadirdir. Siqaret çəkən gənclər nadirdir. Çox həyatın çox hissəsi fiziki əmək. Həm də ola bilər ki, onların belə deyir, o ağır həyat şərtləri ki var. Məhz ondan xilas olmaq üçün onlar bu qədər disiplinli. Sözümü də ona gətirirəm ki, məsələn, şərtlər o qədər ağırdır ki, və əlbəttə ki, onu bir disiplin tərbiyə edibdir, məcburdur. Tutaq ağır şərtlərdə tərbiyə olunub, amma bir yerdən sonra o əlinə düşən imkanda onu əldən qaçırmamaq üçün çox çalışır. Yəni bir Avropalı 2 dəfə çalışırsa, o 5 dəfə çalışır. Çox çalışqandırlar. Özlərini Afrikadan ağ günə çıxartmaq üçün. Aydındır da, biz Azərbaycanda bayaq elə ona siz də gözəl vurğuladınız. Heç bir kəsi bugün pəncərəsiz evdən tapa bilmərik, çünki Azərbaycanda pəncərəsiz ev yoxdur. Amma pəncərəsiz evdə yaşayan uşaqların da artıq psixologiyası o dərəcədə olur ki, o artıq ailəsi üçün bir şeylər eləmək istəyir. Neçə dənə Afrikalı oyunçunun xronologiyasında var belə təcrübələr. Kim öz regionu üçün xəstəxana tikdirəni var, nə bilim, sosial yaşam mərkəzləri tikdirənləri var. Bunlar bu hədəflər üçün, hədəfləri də müqəddəsdir, hədəfləri dəyərlidir. Hədəfləri dəyərli olan insanlar da onlardan bərk yapışırlar, inkişaf edirlər. Amma biz bu region, eləcə də indi biz xüsusiləşdirməyək Azərbaycan, Avropa regionu o yoxsulluq həddində deyil ki, o uşaqlarda o dəyərlər o dərəcədə formalaşsın da. Ona görə də yəni biz yoxsul yerlərdən, harda ki o dəyərlərin belə deyək pərçimləndiyi yerlərdən oyunçu götürəndə və onlar düzgün idarə olunanda, bəzən də bunlar psixoloji şeyə də səbəb olur, psixoloji krizə də səbəb ola bilir. Çünki eləsi də var ki, əks effekt də verə bilir, bəli. Və onu düzgün idarə etməkdən söhbət gedir. Və adaptasiya buna görə lazımdır həm də. Məsələn, heç vaxt normal şəraitdə, normal rejimdə, normal süfrədə yemək yeməmiş uşaq gətirirsən, birdən-birə bir akademiyanın yüksək standartlı şəraitinə bazasında onun adaptasiyası ağır olur. Amma bunun da xüsusi artıq bunlarla psixoloqlar işləməlidir, bunlarla mütəxəssislər işləməlidir ki, o tədricən o keçid dövrünü tamamlaya bilsin. Səhv eləmirəmsə, Fransa millisində müdafiədə, Arsenal müdafiəsi Salibadır.
ötən günlərdə belə bir şey qarşıma çıxdı. Saliba belə deyim, milli komanda yoldaşları mundialdan sonra hamısı hardasa istirahətdədir, öz ailəsi ilə, kimsə sevgilisi ilə istirahətdədir. Saliba nə edib? Saliba Afrikaya, əsli kökü olan Afrikaya yollanıb, orada gedib nənəsini ziyarət edib və istirahətini məhz onun yanında keçirib. O qeyd etdiyiniz məsələlər ki var, o ağır həyat şərtləri həqiqətən də onlar təkcə belə deyil də, öz futbol formalarını formalaşdırmaqla yox, eyni zamanda psixoloji savaş içində də olurlar eyni zamanda. Bəli, bəli. Onu da hər futbolçu bacarmır. Bəli. Bunları da idarə etmək çox çətindir. Yəni mən sırf Afrikalılardan ibarət bir komandam olubdu da, yəni içində onun 5 dənə Moldovalı olub, bir dənə Türk, 2 dənə də Tacik. Dinamo, Moldovada Dinamo klubu idarə etmək çox çətin idi. Bu da biraz düzgün yol deyil. Məsələn, onu məsələn geriyə baxanda bizim o qurduğumuz komandanın model olaraq mən indi düşünürəm ki, səhvdir. O qədər olmaz. Çünki insanların sosiallaşması üçün, daha yaxşı adaptasiya olması üçün fərqli coğrafiyalardan olmağı daha effektivdir. Yəni biz elə bil ki, Afrikanı gətirdik bir yerdə kompakt şəkildə və əlbəttə ki, onlar müasirliyi, inkişafı, ondan sonra yaxşı şeyləri götürmək əvəzinə ola da bilər ki, çalışacaqlar ki, öz mental xüsusiyyətlərinə çəksinlər. Onlar da problem yarada bilir. Rəsul bəy, yəqin sizin də diqqətinizdən qaçmır, yəni bu işin içində olan bir adam kimi fikir verirsinizsə, son dönəmlər, son 2-3 il ərzində, xüsusən də son il ərzində transferlərdə rekord məbləğlər deyil. Əsas da bu belə top 5 liqalarında, xüsusən İngiltərə Premyer Liqasında. Bu belə deyək də, bu transfer qiymətlərinin kosmik rəqəmlərlə ölçülməsi artıq bir futbolçuya 100-150 milyonu belə deyək də adi bir rəqəm kimi təklif edilməsi, sıradan bir rəqəm kimi təklif edilməsi bu futbolun gələcəyinə necə təsir eləyəcək sizə? Yəni bu nə zamana kimi belə gedəcək? Yoxsa bayaq bir şey qeyd elədiniz, daha çox məşqçilər belə deyək də müxtəlif mövqelərdə oynayan oyunçulara indi üstünlük verirlər. Bunun da səbəbi məhz o qiymət artımı ilə bağlı deyilmi sizcə? Yox, deməzdim onunla bağlıdır. Nə ilə bağlıdır? Futbol özü get-gedə bahalanır da. Yəni futbolun ətrafında formalaşan reklamlar sənayeləşir və bahalılaşır təbii ki. Yəni indi təsəvvür edin ki, müqayisə üçün bundan əvvəlki mundialla indiki mundialın arasında yəni maliyyə məsələlərini götürüb tərəziyə gəlməz qədər fərq var. 2 dəfə fərq var. Niyə? Bu futbolun özü təkcə bunun elə bir ki ABŞ-da keçirilməyinə görə olmadı. Yəni o coğrafiyada keçirilməyinə və onların deyildiyi kimi nə bilim baskılarına görə, nə bilim kommersiya istəklərinə görə olmadı. Əslində dünya çempionatı başqa bir yerdə də keçirsəydi, yəni gedən statistika, tendensiya onu göstərir ki, hər keçən mundialdan növbəti mundial daha bahalı və daha rentabelli, daha gəlirli olur. Futbol get-gedə bahalaşır. Futbolun ətrafında get-gedə belə deyim də azarkeşin futbolu aldığı bilet bahalaşır. Hər şey oradan başlayır. Azarkeşin aldığı oyunçu forması bahalaşır. Azarkeşin aldığı komandanın şərfi bahalaşır. Dolayısıyla da sonuçda klubların xərclədiyi pullar və klubların qazandığı pullar bahalaşır. Yəni bu rəqəmlər yüksəlir. Bu tendensiya yeni deyil. Yəni indi sadəcə günün pik həddində olduğuna görə biz deyirik ki, artıq mən hesab edirəm ki, bundan daha da çox davam edəcək. Çünki indi son qərarlardan sonra futbol oyun qaydalarına olunan dəyişikliklərdən sonra oyunun tempinin artmağı, yəni oyundakı intriqanın artmağı mənə elə gəlir ki, boş bir şey deyildi, boş bir qayğı deyildi də ki, bunun öhdəsindən gəldilər. Belə də ki, skautingin özünün də buna böyük faydası var. İndi gəl məsələn elə İngiltərədən misal çəkək, 23-24 mövsümündə Bournemouth 12-ci yerdə bitirdi çempionatı. Növbəti mövsüm 9-cu yerdə bitirdi. Ondan sonraki mövsüm, yəni bu son mövsümdə Avrokuboklara vəsiqə qazandılar. Amma oturub statistikalara baxanda ilk mövsümdə 1.5 milyon
evro gəlirləri olubdu transferdən. İkinci mövsümdə nə qədər olub? İkinci mövsümdə 56 milyon gəlirlər. 66 bir səhv eləmirəmsə 66.1 milyon evro gəlirləri olub. Üçüncü mövsümdə nə qədər olub? Uçurum qədər fərq var. 310.4 milyon evro. Yəni 2 ilə 1 sistemli şəkildə iş və bu niyə görə mən 23-24 mövsümündən götürdüm? Çünki orada qurulan skaut heyəti İraolanın ilk dönəmindən bir yerdə orada qurulan skaut heyəti planlaşdırmanı başladı, işə başladı və bu 3 il ərzində mərhələli şəkildə öz effektini verdi və yekunda gəldi bu İngiltərənin hal-hazırda məsələn son dövrlərdə ən belə deyək, gözdə ən brend scouting baxımından, oyunçu bazarlaması baxımından Brightonu da üstələdi. Sonda məsələn bu 3 ilin yekununa baxanda 378 milyon evroda 378 milyon evro gəlir də Bournemouth Brightonu üstəlibdi. Brightonun gəliri 351 milyon evro. Yəni 20 milyon ümumi hesabda üstəlibdi 3 ilin nəticəsində. Və bu tendensiya hal-hazırda davam edir. Bu tendensiyanın başlanğıcını da biz görürük. Məsələn, bu yaxınlarda Zadok Yohanna'nı aldılar da AEK-dən Brighton 26 milyon evroya səhv eləmirəmsə. AEK onu Nigeriyadan neçə almışdı? 700 min evro civarında almışdı. Bir mövsüm sonra 26-28 milyon civarında səhv eləmirəmsə rəqəmə İngiltərə Premyer Liqasına satdılar. Yəni bu skautinqdə hal-hazırda müasir skautinq tendensiyasında hər ölkənin klubu öz belə deyək çapında, öz ölçüsündə effektiv fəaliyyət göstərir. Yəni bunun AEK elə mənim iştirak etdiyim son Burkina Faso'da keçirilən turnirdən 4 dənə oyunçu apardı yenə. Seçdilər, götürdülər, apardılar, müqavilə bağladılar. Yəni bunlar da gələcək Zadok Yohannalardır. Rəsul bəy, mən sizə təşəkkürümü bildirirəm. Oxaz adından sizə Çox sağ olun. kiçik bir hədiyyəmiz var. Ümid edirəm bəyənəsiz, ürəyinizdə olacaq. Buradan tamaşaçılarımıza sual ünvanlamaq istəyirəm. Sizcə Azərbaycanlı futbolçular niyə uğurlu legioner həyatı yaşamırlar? Bu sualın cavabını ən maraqlı şərh yazan tərəfimizdən hədiyyə qazanacaq. Videomuzu izləməyi, abunə olmağı və bildirişləri aktiv etməyi unutmayın. Top artıq sizdədir.